Salam aleyküm. Ramazanın ilk 10 günü, rəhmət 10 günlüyünü bugün uğurla tamamlayırıq. İnşallah Rəbbimizin rəhməti hamımızın üzərinə olsun. Bugünü çox mühüm bir mövzuyla bağlayırıq. Təvazökarlıq. Oruc bizə acizliyimizi xatırladır. Nə qədər varlı, güclü və ya vəzifəli olsaq da bir qurtum suya möhtac olduğumuzu anlayırıq. Bu anlama bizi təkəbbürdən uzaqlaşdırıb təvazökarlığa aparmalıdır. Günün ayəsi. Rəhmanın bəndələri necə yeriyir? Rəhmanın, yəni əsl bəndələri o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla, vüqar və aramla gəzər. Cahillər onlara söz atdıqları, yəni xoşagəlməz bir söz dedikləri zaman onları incitmir, əksinə salam deyərlər. Furqan surəsi 53-cü ayə. Açıqlama. Bu ayə bizə ideal mömin profilini çəkir. Allah bizə buyurur ki, yer üzündə təkəbbürlə, ayağımızı yerə döyə-döyə deyil, vüqarla və sadəliklə gəzməliyik. Təvazökarlıq zəiflik deyil, əksinə özünü tanımaq və Yaradanın qarşısında kim olduğunu bilməkdir. Cahillərlə mübahisəyə girməmək, qəlb qırmamaq təvazökarlığın ən gözəl nümunəsidir. Unutmayın, ağac bar verdikcə başını aşağı dikər. Günün hədisi. Təvazö ilə gələn ucalıq. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdu. Kim Allah rizası üçün təvazökarlıq edərsə, Allah onu mütləq ucaldar. Müslim. Açıqlama. Dünya fəlsəfəsi bizə özünü göstər, ən üstün sən ol deyir. Amma İslamın məntiqi fərqlidir. Sən Allah üçün özünü aşağı tutsan, Allah səni insanların gözündə və öz qatında ucaldar. Təvazökarlıq edən insan həm Allaha, həm də insanlara sevimli olar. Çünki heç kim özündən razı, təkəbbürlü birini sevmir. Oruc bizə nəfsimizi kiçiltməyi, ruhumuzu isə ucaltmağı öyrədir. Günün duası. Təkəbbürdən sığınma. Gəlin qəlbimizdən gələn bu dua ilə rəhmət günlərini tamamlayaq. Allahım, qəlbimizi kibirdən, riyadan və özünü bəyənməkdən təmizlə. Bizə sənin rızan üçün təvazökar olmağı, insanlara qarşı həlim davranmağı nəsib eylə. Bizi ucaltdıqca təvazösü artan, nemət verdikcə şükrü çoxalan bəndələrindən eylə. Amin. Əziz dostlar, bugün rəhmət günlərini yekunlaşdırdıq. Sabahdan etibarən məğfirət, yəni bağışlanma 10 günlüyünə daxil oluruq. Bu 10 gün ərzində özünüzdə hansı dəyişiklikləri hiss etdiniz? Hansı mövzu sizə daha çox təsir etdi? Şərhlərdə paylaşın. Videonu bəyənməyi və sədəqə niyyəti ilə paylaşmağı unutmayın. Sabah 11-ci gündə tövbə mövzusunda görüşənədək. Allaha əmanət olun.